Əziz şagirdlər, mən Xəyyam müəllim, Birlik Təhsil Mərkəzinin tarix müəllimi. Sizlər üçün 17 may 2026-cı ildə OTK və MQM tərəfindən təşkil edilmiş sınav imtahanında 10-cu sinif tarix suallarının izahını edirəm. Kanalımıza abunə olmağı unutmayın, hər birinizə uğurlar. Birinci sual. Qərb qonşularını darmadağın edən hökmdar dövlətin ərazisini şimaldan Qara dənizə, cənubdan Egey dənizinə çıxışını təmin etdi. Osmanlı dövlətinin ərazisini paşalıq və sancaqlılara böldü. Söhbət Orxan Qazidən gedir. Mətndə fəaliyyətində bəhs edilən hökmdarın 2-ci Mehmetlə oxşarı. Hər ikisi Bizans ordusunu məğlub edib, düzdür. Özünü İslam dünyasının xəlifəsinin heç birinə aid deyil. Paytaxtı yeni şəhərə köçürmələri düzdür. Düzgün cavab 1-lə 3 olur. Növbəti sualımız Çar Rusiyası tarixinə aid uyğunluğu müəyyən edin. Daxili siyasət, xarici siyasət. Söhbət 19-cu əsrin ikinci yarısından gedir. Napolyon birinci yarısında olduğuna görə A heç birinə aiddir. Kəndlərin müvəqqəti mükəlləfiyyətindən son qoyuldu 1881-ci il daxili siyasətdir. 1-ə B və bir də şəhər əsasnaməsi, bu da ikinci yarısına aid daxili siyasətdir. 1-ə B ilə D variantı olur. Xarici siyasətində isə Krım müharibəsində 1856-cı ildə məğlub olmuşdu. Biri budur. Qara dənizdə donanma saxlama hüququnda 1871-də Qadif yenidən bərpa etmişdi. 2-yə də C, Y variantları olur. 1-ə B, D, 2-yə C, Y. Düzgün cavab A bəndi. Növbəti sual. Klassik orta əsrlərdə yaranıb, Səfəviləri məğlub edib, Teymurlərin paytaxtını ələ keçirib. Söhbət Qaraqoyunlu dövlətindən gedir. Klassik dövr 11-15-ci əsrlərdə 15-ci əsrdə yaranıb. Səfəviləri 1460-cı il Samur çay sahilində məğlub edib, 1458-də də Teymurlərin paytaxtı Heratı ələ keçirmişdi. Qədim Azərbaycanda daş dövründən fərqli olaraq Tunc dövründə ilkin şəhər mərkəzləri Orta Tunc dövründə meydana gəlib. Düzgün cavab D-dir. Səfəvilər 17-ci əsrin sonlarında başlayan tənəzzülün daxili səbəbləri nə idi? Saxta qəlb pulların dövrəyə daxil olması, bir də sənət və ticarətlə məşğul olan əhalinin şəhərləri tərk etməsi idi. Ucuz başa gələn manufaktura malları içində bu aidiyyəti yoxdur. Kəndlilərin vergini pulla ödəməyə məcbur olması yoxdur. Düzgün cavab 2-3-C variantı. Thomas Jeffersonun prezidentliyi dövründə baş verən hadisələr. Deməli, seçkilərdə iştirakla əmlak senzinin ləğvi var. İstiqlaliyyət bəyannaməsi prezidentlik dövründən əvvəldir. Böyük Britaniya ilə müharibə başladı, bunun dövrünə aid deyil. Qərbdəki boş torpaqlarda məskunlaşmaya icazə vermişdi. 1-4 B bəndi. Roma sərkərdəsi Antoni şərqə yürüş etdi. Parfiya qoşunlarından toqquşdu, amma Fraspada Romalıların ordusu məğlub edilməsi. Düzgün cavab Y variantı 36-cı il Fraspa döyüşündə məğlub edilmişdilər. Deməli, Səfəvlərin Ərdəbil hakimliyi. Burada döyüşlər verilib. Hansı döyüşdə kim məğlub olur? Deməli, Şeyx Cüneyd. Şeyx Cüneyd 1460-cı il Samur çay sahilində döyüşdə məğlub olub. 1-ə D variantıdır. Şeyx Heydər 1488-ci il Şahdağ döyüşündə məğlub edilir. 2-yə A bəndidir. Şeyx Sultan Əli 1494 Şəməs döyüşündə məğlub olunur. 3-yə Y bəndidir. Düzgün 1D, 2A, 3Y. Düzgün cavab Y variantı. 39-cu sual. Osmanlı dövlətinin durğunluq və geriləməsinin daxili səbəbləri və xarici səbəbləri. Deməli, daxili səbəbləri qəfəl üsulunun tətbiq edilməsi var, Qapıqulu ocaqlarının fəaliyyətinin pozulması var. 1-ə B, D. Xarici səbəblər. Dünya ticarət yollarının dəyişməsi təbii ki, xarici səbəb var idi. Sərhədlərində genişləndirə bilmirdi. Amma Köprülü Mehmet Paşanın islahatlarının dəxili yoxdur. 1-ə B, D, 2-ə A, C. Düzgün cavab A bəndi. Qaraqoyunlu dövlətinin Ağqoyunlu dövlətindən oxşar cəhətləri. Səfəvilər dövlətini Qaraqoyunlu görmədi. İbrahimə asılı hala salınması yoxdur. Teymurlər dövlətindən mübarizə hər ikisində var. Xan deyil, ikisi də padşah idi. Osmanlı ilə sülh müqaviləsi Qaraqoyunlularda yoxdur. Növbəti sual. Xəritədə rəqəmlə göstərilmiş xanlıqların tarixinə aid oxşarlıq. 1. Urmiya xanlığıdır. 2. Şəki xanlığıdır. Qızılqaya adlanan yerdə Gürcü çarı İraklinin məğlub edilməsi bu Şəki xanlığına aiddir. Şiraz hakimi Kərim xan Zənd tərəfindən məğlub olunan Urmiya xanlığıdır. Dərbənd şəhərinin ələ keçirilməsi heç birində yoxdur. Məhəmməd Həsən xan tərəfindən qanunnamə hazırlanması bu da Şəkiyə aiddir. Qarabağ xanlığının asıl vəzifəsi alması bu da Urmiya xanlığına aiddir. 1-ə B, Y, 2-yə A, D. Düzgün cavab D variantı. Mannada İran Uzunun hakimiyyət dövrünə aiddir. Mərkəzi hakimiyyətə qarşı elədən əvvəl 719-cu ildə Şuandaxlı və Durduqqa üsyanlarının baş verməsi. İkinci Rusiya Qacarlar müharibəsi dövrünə aid hadisələrin uyğunluğu. Azərbaycanın şimal xanlıqları. Deməli, İrəvan qalasını işğal etdi Rusiya var.
Qacarlar ordusu Dərbəndi birinci burada ələ keçirmələri yoxdur. Şəki xanlığının ləğv edildi. Bu da əvvəldən ləğv olunmuşdu. Deməli, Cənub xanlıqları, burada da Təbrizdə müvəqqəti idarə yaradılmışdı. Sərdarabad şimaldadır, Sultanbud birinci Rusiya Qacardadır. 1-ə A, 2-yə B bəndi olur. Düzgün cavab C. Albaniya hökmdarı Cavanşir Sasanilərə qarşı ittifaq yox, Bizansla ərəblərə qarşı ittifaq qurub. Kadisiyədə hələ hökmdar deyildi. Əməvilərlə diplomatik əlaqə bilirik, xəlifə Muaviyə ilə 2 dəfə görüşüb. Ölkəni viran edici basqınlardan xilas eləyib. Bunun hər ikisi var. Bir də Xəzərlərə məğlubiyyətə uğradıb. Bu da var. Düzgün cavab 3, 4, 5 C bəndi olur. 12-ci əsrdə yaranmış və paytaxtı ulduzla işarələnən dövlətin Şirvanşahlarla, yəni Eldənzilərlə Şirvanşahların ümumi cəhətlərini soruşur. Xarəmşah Cəlaləddinin yürüşünə məruz qalması, ikisinin də var idi. 13-cü əsrdə süqut etmək Şirvanşahlar 16-cı əsrdə süqut edilib. Hülakü xan tərəfindən tabe edilməsi, Eldənzilər Hülakü xanı görmədi. Monqollara qarşı mübarizə hər ikisində var. Düzgün cavab C, 1, 4. 46-cı sual. Deməli, birinci Göytürk dövləti Avropa Hun dövlətindən fərqli olaraq Bizans üzərinə yürüş etmişdi. Avropa Hun da yürüş etdiyinə görə bu fərqli sayılmaz. Uyğur dövləti Çin asılı salmışdı. Bəli, Avropa Hun Çinlə müharibə aparmır. Axun dövləti 5 yox 6-cı əsrdə süqut edib. Xəzər xaqanlığı Ərəb xilafətinə mübarizə aparıb, amma Avropa Hun Ərəb xilafətini görmür. D bəndi 2, 4. 47-ci sual. Ərəb xilafəti dövründə xarak yoxdur, zəkat var, xostak da yoxdur. 1-ə B. Sasanilər dövründə iqta xərac yoxdur, dastaket var. 1-ə B, 2-yə C. Düzgün cavab B bəndi. Nadir xan Əfşarın daxili siyasəti nəticəsində Xəzər dənizində hərbi donanma yaradıldı. Deməli, vergi toplanması qaydaya salındı. Osmanlı dövlətinin sülh müqaviləsi bu xaricidə olmuyor və halında məhsulla yığılan vergi pulla əvəz etmişdi. Bu da var. Kəndlilərin vəziyyətini pisləşdirmişdi. Bu da var. Xəzər dənizində hərbi donanmanın yaradılması baş tutmamışdı. Düzgün cavab C bəndi. Eradan əvvəl 4-cü əsrdə Makedoniyalı İskəndər Misir işğal eləmişdi. Eradan əvvəl 1-ci əsrdə isə Roma. Düzgün cavab 1 və 3 C bəndi. Gürcüstan sülh müqaviləsindən fərqli olaraq Türkmən çayı müqaviləsində hərbi təzminat məsələsi var idi. Xanlıqların ləğvi, yəni müqavilə ilə ləğv olunmuyor. Xəzər dənizində donanma Rusiya hər ikisində, tacirlərə güzəştlər hər ikisində var. İrəvan, Naxçıvan, Qacarlarda yox. Türkmən çayı da ruslara verilmişdi. 51-ci sual. Deməli, burada Təbriz şəhərini ələ keçirdi. Təbriz şəhərini hamısı ələ keçirmişdi. 4-ə olacaq. Ondan sonra yeni dövlətin əsasını qoymuşdu. Bu Monqollara aid Hülakülər dövlətini yaradıb. 3-ə B. Növbəti, deməli, Şirvanşah İbrahim tərəfindən məğlub edilmişdi. Teymurilər məğlub edilmişdi. 2-yə C. Deməli, Əsəd döyüşündə Qara Yusuf tərəfindən məğlub ediləndə Cəlalilərdir. Deməli, düzgün cavab Y variantı uyğun gəlir. Eldənzilər Atabəylər dövləti süquta uğradıldı. Xarəmşah Cəlaləddin, o da heç birinə aid deyil. Düzgün cavab Y bəndi. Səfəvilər dövlətinin xarici siyasətinə dair yanlış bənd. 2-ci Abbasın dövründə Osmanlı ilə sülh müqaviləsi bağlanmışdı. Bağlanmamışdı. Elə yanlış bənd A bəndidir. Hörmüz körfəzi uğrunda Portuqaliya ilə mübarizə aparılmışdı. Yəni Səfəvilər dövlətində bu var idi. 3-cü Abbasın dövründə Rusiya ilə Gəncə 1735 var idi. Şah Abbasın dövründə Moğol dövlətindən əlaqələr saxlanılması var idi. Müəyyən müddət İngiltərə ilə müttəfiqliklər, bu da Portuqaliyaya qarşı idi, var idi. Mədəniyyət abidələrinə aid uyğunluq. Gülüstan qalası Bakı şəhərində deyil, Bakıda Gülüstan sarayıdır, 20-ci əsrin 80-ci illərinə aiddir. Yəni bu Şamaxıdadır. Əlişah Məclisi Təbrizdə 13-14-cü əsr düzdür. Möminə xatun 11-ci əsr deyil, həm də Naxçıvandadır. 12-ci əsr Naxçıvana aiddir. Ramana qalası 13-14 Abşeronda inşa olunur. Düzgün cavab 2 və 4. Xronoloji ardıcıllıq. İngilislərin Hindistan işğalını başa çatdırması 1856-cı il Aut knyazlığına. Çində Taypinlər hərəkatı 1850-ci ildə başlayıb. Yaponiyada konstitusiya 1889-cu ildədir. Osmanlı konstitusiyası da 1876-cı ildədir. Deməli, düzgün cavab olacaq 2, 1, 4, 3. 2, 1, 4, 3. Hadisə nəticə əlaqələrinin uyğunluğu. Jaklar üsyanının baş verməsi 100 illik müharibə bundan əvvəl başlamışdı, bunu götürmür. Normandiya Hersoqu İngiltərəyə yürüş elədi, mərkəzləşmiş dövlətin əsası qoyuldu, düzdür. Avropada liderlik uğrunda mübarizə 30 illik müharibənin başlanması, bəli, burada dinlə yanaşı ərazi və liderlik uğrunda da mübarizə gedirdi.
14-cü əsrdə vəba epidemiyası Almaniyada protestantların din azadlığı 16-cı əsrdə tanınıb, aidiyyəti yoxdur. Düzgün cavab 2, 3. Böyük Səlcuq və Qızıl Ordu üçün oxşarlıqlar. Təbrizi ələ keçirmək ikisində də var. Azərbaycanda mövcud olan dövlətin süquta uğradılması. Səlcuq dövləti Rəvvadiləri, Şəddadiləri süquta uğradıb, Qızıl Ordu da Hülakülər dövlətini. Teymurilərlə mübarizə Səlcuqlar görmədi. Misir ərazisinin dövlətin tərkiminə qatılması olmadı. 1, 2. Düzgün cavab. 57-ci sual. İngiltərə 17-18-ci əsrlər. Respublika elan olundu 1649-cu il 1-ə A. Sənaye çevrilişi 18-ci əsrin 60-cı illərindən başlayır 2-yə B. Al-Qızılgül, Ağqızılgül 15-ci əsrdə olub. Parlamentli monarxiya idarə forması 17-ci əsrdə 1689-cu ildə bərqərar olunmuşdu. Böyük Britaniya adlanmağı 1707-ci ildədir. Bu da 18-ci əsrə aid. 1-ə A, D, 2-yə B, Y. Yenə situasiyamızın oxumaq ehtiyac yoxdur. Hər bir şagird özü oxuyur. Düzgün cavablar. Bəhs edilən müharibənin mənbədə verilməyən nəticəsindən ikisini yazın. Yunan-İran müharibəsindən söhbət gedir. Yunan-İran müharibəsində nəticələri bu cür olur ki, deməli, Yunanlılar qalib gəldilər, İranlılara Egey dənizində üzmək qadağan edildi və İranlılar Kiçik Asiyadakı Yunan şəhər dövlətlərinin müstəqilliyini tanıdılar. 59-cu sualda mənbədə bəhs edilən müharibədə Yunanlıların qələbə qazanmasına kömək olan amillər. Yunanlıların vətənpərvərliyi, dəniz döyüşlərində Afina dəniz ittifaqının rolu da var, həmçinin dənizlərə yaxşı bələd olması, bunların hamısı Yunanlıların qələbəsinin səbəbləridir. 60-cı sual. Müharibənin başlanması səbəbi. Müharibənin başlanması səbəbi elə bil ki, 6-cı əsrdə Yunan şəhərlərinin bəzisini, Kiçik Asiyada olan şəhərləri Əhəmənilər tabe eləmişdi və orada da üsyanlar baş verir. Həmin üsyanlara Afina kömək etmişdi, ona görə də Yunanistana hücum etdilər. Yəni bir sözlə, 1-ci Daranın Yunanistana hücum etməsi nəticəsində müharibə başlamışdı. Döyüşlərin baş verdiyi əsrdə eradan əvvəl 5-ci əsrdir. 490 Marafon, 480 Fermopil və Salamin döyüşləri, 479 Plateya döyüşü. Hər birinizə uğurlar.